Dostlar salam. Samsung'un biraz əvvəl təqdim etdiyi və bir neçə aydır maraqla gözlənilən qatlana bilən smartfonları Galaxy Z Fold 8 Ultra, Galaxy Z Fold 8 və Galaxy Z Flip 8 hazırda əlimdədir və bu videoda bu smartfonların əsas xüsusiyyətlərini diqqətinizə çatdıracağam. Bu dəfəki Z seriyası əvvəlkilərdən nə ilə fərqlənir? Sizə hansı model lazımdır? Ümumiyyətlə, bu seriyaya pul xərcləməyə dəyərmi? Gəlin suallara birlikdə cavab tapaq. Əvvəlcə dizayndan başlayaq. Samsung bu il 3 fərqli istifadəçi üçün 3 fərqli model hazırlayıb. Ən premium model Galaxy Z Fold 8 Ultra'dır. Bu cihaz böyük ekran, güclü kamera və maksimum performans istəyən istifadəçilər üçün nəzərdə tutulub. Galaxy Z Fold 8 isə daha yüngüldür. Model gündəlik istifadə üçün optimallaşdırılıb. Təxminən 201 qram çəkisi ilə indiyədək təqdim olunan ən yüngül Fold modellərindən biridir. Galaxy Z Flip 8 isə tamamilə fərqli auditoriyaya xitab edir. Daha kompakt korpus, qatlananda cibdə az yer tutması və sosial media üçün rahat istifadəsi onun əsas üstünlükləridir. Samsung qatlanan ekran texnologiyası üzərində bu ildə xeyli işləyib. Hər halda bunu əldə olunan nəticədən görmək mümkündür. Galaxy Z Fold 8 Ultra açıldıqda 8 düymlük dinamik AMOLED 2X ekran təqdim edir. Xarici ekran isə 6.5 düymdür. Galaxy Z Fold 8-də daxili ekran 7.6 düymdür və videolara baxmaq, kitab oxumaq və eyni anda bir neçə tətbiqdə işləmək üçün nəzərdə tutulub. Flip 8-də isə əsas diqqət xarici ekrana yönəlib. Telefonu açmadan belə 4.1 düymlük Flex Window ekranından mesajlara cavab vermək, bildirişləri yoxlamaq və bir çox funksiyanı idarə etmək mümkündür. Hər üç model 120 Hz adaptiv yeniləmə tezliyi və 3000 nitə qədər parlaqlıq təqdim edir. Bu isə açıq havada belə ekranın rahat görünməsi deməkdir. Performansa gəldikdə Galaxy Z Fold 8 Ultra və Fold 8 Samsung'un Snapdragon 8 Elite Gen 5 for Galaxy prosesoru ilə təchiz olunub. Samsung bildirir ki, əvvəlki nəsillə müqayisədə süni intellekt hesablamaları təxminən 7 dəfə sürətlənib. Qrafik performansı da əhəmiyyətli dərəcədə artırılıb. Telefonlar 12 və ya 16 GB RAM, həmçinin 256 GB-dan başlayaraq 1 TB-a qədər yaddaş seçimləri ilə təqdim olunur. Galaxy Z Flip 8 isə bazardan asılı olaraq Snapdragon və ya Samsung'un yeni Exynos 2600 prosesoru ilə satılacaq. Ən böyük yeniliklərdən biri kameralarla bağlıdır. Galaxy Z Fold 8 Ultra artıq 200 megapiksellik əsas kamera ilə gəlir. Bundan başqa 50 megapiksel ultra geniş bucaqlı və 10 megapiksel telefoto kamerada mövcuddur. Fold 8 modeli isə 50 megapiksel əsas və 50 megapiksel ultra geniş bucaqlı kameralarla təchiz olunub. Flip 8-də isə 50 megapiksel əsas və 12 megapiksel ultra geniş bucaqlı kamera yerləşdirilib. Samsung xüsusilə gecə çəkilişlərini yaxşılaşdırdığını bildirir. Fold modellərində maraqlı funksiyalardan biri də dual recordingdir. Bu rejimdə həm ön, həm də arxa kamera eyni anda çəkiliş aparır. Üfüqi kilitləmə ilə super sabit funksiyası isə telefon hərəkətdə olsa belə görüntünün daha sabit qalmasına kömək edir. Flip 8 isə yarıya qədər qatlanaraq klassik video kamera kimi istifadə oluna bilir. Samsung bu il ən çox diqqəti süni intellekt imkanlarına yönəldib. Now Brief funksiyası səhər saatlarında sizə hava proqnozu, günün planı və vacib bildirişləri bir yerdə təqdim edir. Now Nudge isə yazışmalar zamanı söhbətin məzmununu anlayaraq avtomatik təkliflər verir. Məsələn, görüşdən danışılırsa xəritəni və ya təqvimi açmağı təklif edə bilir. Foto Assist vasitəsilə şəkillərə süni intellektlə yeni obyektlər əlavə etmək və ya onları redaktə etmək mümkündür. My Fan Cam funksiyası isə videoda seçdiyiniz insanı və ya obyekti avtomatik izləyərək onu həmişə kadrın mərkəzində saxlayır. Flip 8-də isə süni intellekt imkanlarının əksəriyyətindən telefonu açmadan birbaşa xarici Flex Window ekranından istifadə etmək mümkündür. Yeni seriya kifayət qədər yaxşı enerji tutumuna malik batareyalarla gəlir. Galaxy Z Fold 8 Ultra 5000 mAh batareyaya malikdir. Fold 8-də 4800 mAh batareya istifadə olunub və Samsung'un məlumatına görə 45 W'lıq sürətli enerji yığma ilə təxminən 30 dəqiqəyə batareyanın 63% doldurula bilir. Flip 8 isə 4300 mAh batareya ilə gəlir və simsiz enerji yığmanı da dəstəkləyir. Gələk əsas suala. Hansı modeli seçmək lazımdır? Sizin üçün əsas prioritet maksimum performans, peşəkar kamera və böyük ekran təcrübəsidirsə, Galaxy Z Fold 8 Ultra ən uyğun seçim olacaq. Daha yüngül, gündəlik istifadə üçün rahat və böyük ekranlı telefon istəyirsinizsə, Galaxy Z Fold 8 daha balanslı model hesab oluna bilər. Kompakt ölçü, rahat daşınma və sosial media istifadəsi sizin üçün daha vacibdirsə, Galaxy Z Flip 8 daha məntiqli seçimdir.
Ümumiyyətlə Samsungun yeni seriyasını rahatlıqla ilin ən maraqlı texnologiya məhsulları sırasına əlavə edə bilərik. Bu cihazlar sadəcə texniki göstəricilər baxımından deyil, süni intellekt imkanları baxımından da ciddi şəkildə yenilənib. Bu funksiyalar gündəlik istifadədə Samsungun vəd etdiyi qədər effektiv işləyərsə, Galaxy Z seriyası qatlanan smartfon bazarında lider mövqeyini daha da gücləndirə bilər. Xüsusilə Apple-ın qatlana bilən iPhone modelini təqdim etməyə hazırlaşdığı bir vaxtda Samsungun yeni seriyasının əldə edəcəyi nəticələri maraqla gözləməyə dəyər. Belə dostlar, videonu bəyənib paylaşmağı unutmayın. Ən yeni texnoloji cihazların icmalı üçün kanalımıza abunə olun. Başqa mövzuda görüşəcəyik. Hələlik.